Uyğunluğu müəyyən edin. Reaksiyanın istilik effekti verilib Q və yanma istiliyi soruşulur bizdən. Reaksiyanın istilik effektini Q yazılıb, yəni bütün reaksiyaların sonuna biz plus Q əlavə eləyə bilərik. Yanma istilikləri soruşulur. Yanma istiliyi 1 mol maddənin yanması zamanı ayrılan istiliyin miqdarıdır. Məsələn, A bəndində 4 mola Q qədər istilik düşürsə, onda 1 mola düşən istilik Q böl 4 olmuş olacaq. Yəni, yanma istiliyini tapanda istilik effektini yanan maddənin əmsalına bölə bilərik. İndi, birinci üçün, yəni A halında əmsal 4-dür. Deməli, yanma istiliyi Q böl 4. B-də əmsal 2-dir. Q bölünsün 2. C-də əmsal 1 olduğuna görə Q olacaq. D-də əmsal 2-dir. Yanma istiliyi Q böl 2. Və Y-də əmsal 4-də olacaq Q böl 4. Deməli, yanma istiliyi Q olan bu C-dədir. Q böl 2 olan B və D-dir. Və Q böl 4 olan da oldu A ilə Y. 36-cı sualda mürəkkəb maddənin əmələ gəlmə istiliyi soruşulur. Əmələ gəlmə istiliyi 1 mol mürəkkəb maddənin bəsit maddələrdən əmələ gəlməsi zamanı ayrılan və ya udulan istiliyin miqdarıdır. Burada da həmin qaydada istilik effektini əmələ gələn maddənin əmsalına bölməklə əmələ gəlmə istiliyini tapa bilərik. Deməli, A bəndində 3200 böl 2 əmələ gəlmə istiliyi olacaq 1600. İkincidə əmsal 2-dir, 650 olacaq. C-də əmsal yenə 2-dir, 3002-yə bölsək 1500. D-də SO2-nin əmsalı 1-dir, 288 olduğu kimi qalır. Y-də əmsal 1-dir, 400-ü 1-ə böləndə 400. Deməli, bizdə 650 olan cavab bu birinci B-dədir, ikinci 1500 olan C-dir və 1600 olan da A-dır. Digər rəqəmlərə uyğun da burada verilmədiyinə görə deməli 1B, 2C, 3A.